Nəfsi ram etmək. Şəhidin dostları. Tehrana güclü yağış yağmış. 17 Şəhrivər xiyabanını su basmışdı. Yolun o tərəfinə keçmək istəyən bir neçə qoca məyus halda dayanmışdı. İbrahim oraya gələn kimi şalvarının balağını qatladı. Qocaları berinə götürüb yolun o tərəfinə keçirdi. O tez-tez belə işlər görürdü. Məqsədi yalnız öz nəfsini ram etmək idi. Xüsusən də uşaqların arasında ad-san çıxardığı vaxtlarda belə edirdi. İbrahimlə birgə gedirdik. Yay fəsli və axşamüstü idi. Bir küçəyə çatdıq. Uşaqlar futbol oynayırdılar. Biz keçəndə bir oğlan topa möhkəm zərblə vurdu. Top düz İbrahimin üzünə dəydi. O ağrıdan yerə oturdu. Üzü qıpqırmızı olmuşdu. Mən çox hirsləndim. Uşaqların hamısı qorxudan qaçırdı. İbrahim oturduğu yerdə əlini çantasına saldı. Qoz salafanını götürüb qışqırdı. Uşaqlar, haraya getdiniz? Gəlin qoz yiyin. Sonra da salafanı futbol qapısının yanına qoydu və yola düşdük. Yolda təəccüblə soruşdum. Dadaş İbrahim, bu nə işidir? Yazıqlar qorxdular. Axı bilə-bilə vurmadılar. Sonra yenidən söhbətimizə qayıtdı və mövzunu dəyişdi. Mən bilirdim ki, yalnız böyük insanlar həyatlarında belə olurlar. Güləş salında məşqə hazırlaşırdıq. İbrahim, ondan az sonra da dostlarımızdan başqa birisi gəldi. O içəri girən kimi dedi. İbrahimcan, boy-buxunun və yaraşığın hamını heyran qoyub. İki qız səndən danışa-danışa arxanca gedirdi. Qəşəng şalvar köynək geyinmisən. Əlində də idman çantası. İbrahimə baxdım. O narahat idi, fikrə getmişdi. Belə bir söz gözləmirdi. Növbəti məşqdə İbrahimi görən kimi məni gülmək tutdu. Uzun köynək, enli şalvar geyinmişdi. İdman çantasının yerinə də paltarlarını selofan kisəyə tökmüşdü. Ondan sonra idmana belə gəlməyə başladı. Uşaqlar deyirdilər. Əşi, sən necə adamsan? Biz idmana gəlirik ki, bədənimiz formaya düşsün, sonra da dar köynək geyinək. Sənin isə belə qəşəng forman var, amma enli paltarlar geyinirsən. İbrahim onların sözlərinə əhəmiyyət vermirdi. Dostlarına deyirdi ki, idman Allah üçün olsa ibadət olar. Başqa bir niyyətlə olsa ziyan edərsiniz. Bir dəfə meydançada futbol oynayırdıq. İbrahim tamaşaçı skamyalarının yanında dayanmışdı. Ona yaxınlaşıb salam verdim. Nə əcəb bu tərəflərə gəlmisən? Əlindəki jurnalı mənə uzatdı. Şəklini çap ediblər. Sevincimdən uçmaq istəyirdim. Jurnalı almaq istəyəndə əlini geri çəkdi. Bir şərti var. Nə desən qəbuldur. Nə desəm? Hə, qəbuldur. Jurnalı verdi. Orta səhifədə mənim böyük bir şəklimi vermiş və yanında yazmışdılar. Gənclər futbolunda yeni fenomen. Məni çox tərifləmişdilər. Oturub mətni oxudum. Jurnalı vərəqlədim. Sonra başımı qaldırıb dedim. Sağ ol İbrahimcan. Məni çox sevindirdin. Doğrudan, şərtin nə idi? Yavaşca dedi. Nə desəm qəbul edəcəksən, elə deyil? Hə, de. Bir qədər dayanıb dedi. Daha futbolla məşğul olma. Yerimdə quruyub qaldım. Təəccüblə dedim. Daha futbol oynamayım? Necə yəni? Mən hələ indi tanınıram. Yox, oyna. Amma peşəkar futbolla məşğul olma. Nə üçün? Yaxınlaşıb jurnalı aldı. Şəklimi göstərdi. Bu rəngli fotoya bax. Burada idman paltarında, şortikdə şəklini veriblər. Bu jurnala yalnız biz baxmırıq. Onu hamı görür. Çoxlu qızlar bunu görə, buna baxa bilərlər. Biraz sonra sözünə davam etdi. Məscid uşağı olduğun üçün bunları deyirəm. Yoxsa işim olmazdı. Get inanclarını gücləndir. Sonra peşəkar idmanla məşğul ol ki, sənə problem yaranmasın.
Bunları deyib sağollaşdı və getdi. Mən mat-məəttəl qalmışdım. Oturub İbrahimin sözləri haqqında çox düşündüm. Həmişə zarafat edən və sadə sözlər danışan bir adamdan belə bir təklif gözləmirdim. Sonralar onun sözünü real həyatda gördüm. Bəzi namaz qılan məscid uşaqlarının inancları güclü deyildi. Onlar peşəkar idmanla məşğul oldular və getdikcə təsir altına düşüb, hətta namazlarını da tərk etdilər. Yədullah Şeyx Əbülfəz Kazimi İbrahim bazarda bir mağazada işləyirdi. Bir gün onu görüb çox təəccübləndim. Belində 2 böyük qutu aparırdı. Bir mağazanın önündə dayanıb qutuları yerə qoydu. Təhvil verəndən sonra yaxınlaşıb onunla salamlaşdım. Ağa İbrahim, yaxşı deyil, bu iş fəhlələrə görədir. Mənə baxıb dedi. İşləmək ayıb deyil, işsizlik ayıbdır. Gördüyün bu iş də mənə görə yaxşıdır. Heç kim olduğuma əmin oluram. Qürurumun qarşısını alır. Sən idmançısan, çoxları səni tanıyır. Səni belə görmələri yaxşı deyil. Gülüb dedi. Həmişə çalış, Allahın xoşu gəlsin, cəmaatın yox. Bir neçə nəfər oturub İbrahim haqqında danışırdıq. Onu tanımayan bir dostum şəklini alıb baxdı və təəccüblə dedi. Sən əminsən ki, onun adı İbrahimdir? Təəccüblə dedim. Hə, necə məgər? Bir qədər əvvəl mənim Sultani bazarında mağazam vardı. Bu adam həftədə 2 dəfə bazarda dayanıb fəhləlik edir, yük daşıyırdı. Bir dəfə ondan adını soruşdum. Dedi ki, mənə Yədullah deyin. Bir dəfə bir dostum bazara gəlmişdi. Onu görən kimi təəccüblə dedi. Bu ağanı tanıyırsan? Dedim ki, yox. Necə məgər? Dedi. O voleybol və güləş üzrə çempiondur. Çox imanlı insandır. Nəfsini məğlub etmək üçün bu işi görür. Onun sözləri məni çox düşündürdü. Nəfslə belə mübarizə aparmaq ağlıma batmırdı. Bir dəfə qədim dostlarımdan biri ilə İbrahim haqqında danışırdıq. O dedi, İnqilabdan qabaq bir gün ağa İbrahim yanıma gəldi. Məni, qardaşımı və başqa 2 nəfəri restorana aparıb ən yaxşı xörək, salat və içəcək sifariş verdi. Çox dadlı idi. O vaxta qədər elə xörək yeməmişdim. Yeyəndən sonra ağa İbrahim dedi. Necə idi? Çox əla idi. Əllərinə sağlıq. Bugün səhərdən indiyə qədər bazarda işləmişəm. Bu xörək çəkdiyim zəhmətə görə belə dadlıdır.